Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir misala baxalım. Misala keçməzdən əvvəl uşaqlar, sizə belə bir məlumatı xatırlatmaq istəyirdim ki, yay tətili müddətində 5-ci sinifdən 11-ci sinifə kimi onlayn yay dərslərimiz təşkil olunur. Dərslər haqqında məlumat əldə etmək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi keçəyin misalın izahına. Ədədi silsilədə deyir ki, A3 ilə A6-nın cəmi 29-dur. A2 ilə A7-nin A2 deyir ki 2 olarsa A7-ni tapın. Biz burada uşaqlar nə edə bilərik? Bunu iki üsulla həll edə bilərik uşaqlar. Birinci üsulumuz, burada biz hamısını, məsələn A3-ü də, A6-nı da A2-yə gətirdiyimiz zaman, məsələn A3-ü biz yazsaq A2 üstəgəlsin D, üstəgəlsin A6-nı, A2 üstəgəlsin 4D bərabərdir 29 şəklində qeyd edəsək, onda buradan 2 vurulsun A2 üstəgəlsin 5D bərabər 29 və bizdə A2-nin yerinə də bura 2 yazsaq, 2-ni 2-yə vursam 4, 5D bərabərdir 29 çıxılsın 4-ə, 5D bərabərdir 25, D də bərabərdir 5 alındı. Artıq D-ni 5 tapandan sonra biz buradan A7-ni A2 üstəgəlsin 5D olaraq da yaza bilərik. A2'miz 2'dir. Üstəgəlsin 5 vurulsun 5 cavabımız elədir 27. Və yaxud da uşaqlar biz bilirik ki, ədədi silsilədə məsələn A3 ilə A6'nın cəmi bərabər olmalıdır. A2 üstəgəlsin A7'yə. Burada A3 üstəgəlsin A6 bizə 29 veribsə, burada A2'ni 2 verirsə, avtomatik burada bizim A7'miz 27 eləməlidir ki, 2 ilə 27'nin cəmi bizə 29'u versin. Bu da asan qaydamız idi.